diplomlu fəhlə olmaqdansa diplomsuz mütəxəssis ol. Bilirsiniz necə? Diplom almaq yox, təhsil almaq lazımdır. Yəni bu iki anlayış fərqlidir. Sən oxuyursan, amma oxumaq deyil də sən universitetə gedirsən. Nə öyrəndin o universitetdə? Və sən diplomu aldın. Mən diplomluyam. Hal-hazırda deyirlər ki, misal üçün mən bəzən qarşılaşıram. Əslində bu fikirlə də çox qarşıyam ki, ölkədə iş tapmaq olmur fikrinə. Mən çox qarşıyam. Çünki mən özüm hal-hazırda bir şirkət rəhbəriyəm. 4 ayda işçi axtarıram. Yəni o ixtisaslı kadrı mən tapa bilmirəm. İş var. Sadəcə özünü təkmilləşdirmək istəyib işləyən yoxdur. Təbii ki, yenə də mən burada istisnalar var. İndi məni belə topa tüfəngə rəylərdə istəmirəm, ondan qarşılaşmaq istəmirəm. Çünki həmişə işimlə danışılmaq istəyirəm. Yəni universiteti bitirirlər, diplomu alırlar. Amma o sahə üzrə heç nə bilmirlər. Burada iki bir faktor ola bilər. Universitetdə təhsilin keyfiyyəti aşağı olub və yaxud da sən həmin təhsilin keyfiyyəti yaxşıdır, sən öyrənə bilməmisən.